uşaqlar. Alkenlərin quruluşu alınması xassələri, tətbiqi izomerliyi və adlandırılması. Dim toplu 2025 ikinci hissə. Belə seçmişik də. Neçəni istəyirsiniz? 12. Baxaq 12-yə. Deyir, propilen almaq üçün 2 brom propana hansı maddə ilə təsir etmək lazımdır? Uşaqlar, monohalogenliyə nə ilə təsir edik? Biz qələbini spirtə məhdud ilə. Nə ilə? Deməli, monohalogenliyə CN, H2N plus 1 klora, broma ya da biz qələbinin kalium OH və yaxud natrium OH spirtə məhduduna təsir edik. Elə alırdıq da, elə deyil? Hə? Dihalogenliyə isə nə ilə təsir edik? Sinklə və ya natriumla. Elə deyil? O zaman cavabı olacaq burada? O bənd. Həqiqətən də 2 brom propana 2 brom propan budur da, elə deyil? Biz təsir edəcək kalium OH-ın spirtə məhdud ilə. O zaman nə olacaq? Kalium bromu götürəcək. Kalium brom. OH buradan hidrogen götürməlidir. Sağdan və ya soldan götürməli bir fərqi yoxdur. Çünki ikisinin hidrogen sayı eynidir. Az olandan götürür də Zaytsev qaydası. Düzdür? Burada fərqi yoxdur. H2O. O zaman istəyirlər soldan götürmüş olsun. CH2, 2 qat rabitə, CH, CH3. Al sana propen və ya propilen. Aydındır. Başa düşdünüz. Sonra 15. İki metil propen əvvəlcə hidrogen klorid, sonra isə natrium metal ilə təsir etdikdə hansı maddə alınır? Birinci 2 metil propeni yazmaq lazımdır. Ad verib formulu istəyirsə sondan əvvələ yazırdıq. Deməli, propen yazacağım, sonra 2'ye metil qoyacağım. Propen yazacağım, sonra da 2'ye metil qoyacağım. Qoyduq. Əvvəlcə buna nə ilə təsir ediləndir? H klorla. Bilirsiniz də bu hidrogen H klor birləşdirənlə 2 qat rabitə qırılır. Hidrogeni çox halına birləşir. Hansı qayda idi o? Markov-Mikov qaydası. Olur nə? CH3, klor azonla birləşəcək. C, klor, CH3, bir də CH3. Belə bir şey aldım. Buna nə ilə təsir edir sonra? Natriumla, o zaman Würst reaksiyası. Nə reaksiyası? Würst. Bunun iki dənəsi simmetri şəkildə bir-birinə eləmiş olacaq, birləşmiş olacaq. Elədir? Belə bir şey olacaq. Bunun ikisini birləşdir bir-birinə klor qopan yerdən. CH3, C, CH3, CH3. Deyək ki, buradaydı da klor. Klor buradaydı. Eynisini təzdən yazıram. CH3, CH3, CH3. Elə bir şey var, burada xlorlar vardı. Xlorlar qopdu, bir-birinə birləşdilər. Würst reaksiyası. Burada nə alındı? 2-2, 3-3, tetrametil butan. 2-2, 3-3, tetrametil butan. Tam başa düşdünüz mü? Bir də izah edeyim mi bunu? Elə bir şey, R-xlor kimi baxdığında, R-xlora 2 dənəsinə, 2 dənə natriumla təsir edəndə RR alınır. Nə alınır? RR plus 2 dənə natrium. Bizim elə bir şey, bir erimiz budur, bir erimiz də budur. Aydındır? Sonra 18. 2 metil propen üçün hansı ifadələr doğrudur? 2 metil propenin neçə karbonu var? Çox var. Kim deyər? 2 metil propenin neçə karbonu var? 4 karbonu var. Metil demək 1 karbon deməkdir, propen demək 3 karbon deməkdir. Söhbət C4H8-dən gedir. Elədir? İlk bir dənə asıl formasına yazaq, çünki sis sırasına söhbət edir. Propen deyirsə, propen budur. Elə 2 metil deyirsə, bura bir metil qoyaq. Deyir ki, sis transizomeri var yoxsa yoxdur? Nə deyir? Var, yalan deyir. İstəyirsən bu karbona bax, 2 hidrojeni var. İstəyirsən bu karbona bax, 2 dənə metili var. Əgər 2 qat rabitəli karbonda 2 eyni radikal varsa, onun sis transizomeri yoxdur. Var deyirsə, yalan deyir. 11 sigma bir pi rabitəsi var. Şu anda sigma rabitə sayı atom sayından bir dənə nə olurdu? Az olurdu. Atom sayı neçədir? 12, 1 çıx, 11. Bir də pi rabitə sayı. Bunlarda zaten pi rabitə sayı bir dənə olur da. Düzdür mü? O zaman bu doğru bilicidir. Polimerləşmir, yalan deyil. 2 qat rabitəli birləşmələr polimerləşir. Yalan deyil. Brom reaksiyasından 1-2 brom 2 metil propan əmələ gəlir. Zaten cavab bu olacaq, böyük ehtimal. Amma ki, Allah da bunu bromla nə birləşdirək? Bromla. Bu brom birləşdirəndə bu 2 qat rabitə qırılır. Bir brom bura birləşir, bir brom da buna birləşir. Həqiqətən nömrələyəndə buradan nömrələyəcək. 1, 2, 3. Olacaq 1, 2 dibrom, 2 metil propan. Oldu mu? Bir də deyirəm. 1, 2. 2 dənə bromu var. 2-də bir metili var, propandır da. O zaman bu da doğrudur. Cavab olacaq 2, 4. Maraqlısı oldu. Sonra neçə? 27. 27-yə qədər yoxdur da sualımız. Hamısı alınıb, eləmi? 5 mol alkenə maksimum neçə mol hidrogen birləşir? Ümumiyyətlə istənilən alken 1 mol birləşdirmir. Ha? 5 molda neçə mol birləşir? Elə 5 mol birləşir. Bunlar bir dənə bir rabitəsi var da. O zaman bir moluna 1 mol hidrogen lazımdır da.
5 molla da 5 mol. Sonra 28. propen polimerləşəndə hansı maddanı verir? Bu nəzəriyyədə vermişdim, nə oldu? Evet. Propen budur. Ha? Budur propen. Polimerləşəndə bu qırılır da bu rabitələr. Bu əllər boşdadır da belə. Bunu ay birləşdir də bir-birinə. CH2, CH, ya da CH3 qalır qırağa. Çünki bunlar sağdan soldan bir-birinə birləşirlər. Aydındır. Başa düşdün? Elə polimerləşəndə buradakı iki qat rabitə qırıldı. Bu rabitə qırılanda bir CH-ın əli boşda qalır. Bir də CH2-nin. Bunu belə əyib bir-birinə birləşmiş vəziyyətdə düşün də, təsəvvür edin. Sonra 37. Propan və etilendən ibarət bu qədər qarışığın brom ilə birləşmə reaksiyasına 16 brom gedir. Birincisi bilirsiniz ki, propan birləşmə reaksiyasına girməz. Çünki alkanlar doymuş karbohidrogenli birləşmə reaksiyasına girmirlər. CH8-in birləşmə reaksiyası olmur. Etilen C2H4-dür, o da bromdan 1 mol brom birləşdirir. Neçə mol? 1 mol. Olur C2H4 brom 2. Düzdür uşaqlar? Yəni bir sözlə bunun 22,4 litri, 22,4 litri. Brom 2 o da 160. 160 qramdan doyur. Bizdə neçə qramdan doyub? Əgər bu 16 qramdan doyubsa 10 dəfə az, 10 dəfə az. O zaman bu 2 tam %24 litrdir. Bəs bunlar cəmi neçə litrdir? 6 tam %72. Hə? 6,72-nin 22,24-ü budursa, o zaman 4,48-i də budur. Sürətli demirəm. Sürətli deyirəmsə, göz yavaş-yavaş deyim. Sonra 41. Nədir bu? 2 metil penten 1-ə hidrogen bromid ilə təsir etdikdə hansı maddə alınır? Əsasən hansı maddə alınır? Niyə əsasən deyir? Çünki bəzən tərsi də olur ona görə. Birinci adı verib sonundan əvvələ yazmalıyıq. Penten 1 yazacaq. Penten 1 budur. 5 karbonlu birinciyə qoydum 2 qat rabitəni. Penten 1 budur. 2-də də metili var. 2-yə də bir CH3 qoyuram. CH2, 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 CH3. Nə ilə təsir edir buna? H-brom. Nə ilə? H-brom. Markovnikov deyirdi ki, hidrogeni çox olana birləşəcək, bronz hidrogeni az olacaq. Yəni bu olacaq CH3, bu da belə brom. Nə olacaq? 2 brom, 2 metil, pentan. 2 brom, 2 metil, pentan. Bu bəndlərdə yoxdur ya, D-dədir, yox Y-də. Tərsi də mümkündür, ona görə deyir əsasən. Aydındır. Bəzən görürsən tərsi də olur. D bəndidir cavab. Sonra 42 də bundandır. Tərsi necə olur ki? Yəni tərs də Markovnikovun tərsinə də. Brom bura, hidrogen bura. Nadir də olsa olur. Sonra 45. Trimetil etileni beynəlxalq nomenklaturaya görə adlandır. Deməli bunun adını verib səmərəli üsulla. Adını siz bizdən nə ilə? Beynəlxalq üsulla. Birincisi, əgər səmərəli üsuldan ad verirsə sənə, yenə sondan əvvələ gəlirsən. Etilen dediyin şey 2 qat rabitəli karbondur, budur. Trimetil deyir. Neçə metil deyir? 3 dənə metili qoymalıyam. Birini bura qoysam, avtomatik birini də gələ bura qoyum da, başqa variant yox, taxı bunu əlimə almadı daha qoymalı. Çünki mən bunu belə ayırıram, sonra radikalları yazıram da, düz deyil. Trimetil etilen budur da, elə deyil. Beynəlxalq adını istəyirsən uzun zəncir seçməlisən, içində 2 qat rabitə olan. Seçdim. İçində 2 qat rabitə olan uzun zəncir budur. Nömrələməyə rabitə yaxın olan tərəfdən başlamalısan. İkincidə rabitə ikincidə. Əgər bərabər tərəfdə sağdan soldan eyni məsafədədirsə 2 qat rabitə, o zaman şaxa yaxın olan tərəfə baxırsan. 1, 2, 3-cüdə şaxa. 1, ikincidə. O zaman belə olur. 1, 2, 3, 4. O zaman olur 2 metil. Hə? 2 metil. Bu neçədir? Buten. 2 ilə 3-ün arasındadır. 2. 2 metil buten. 2. Tam aydındır mı? 100%. Dəqiq. Devam edirik. Neçə? 7. Hansı maddələr kalium permanqanat məhluluna keçiddə karbon atomlarının hibrid vəziyyəti dəyişir? Uşaqlar, birincisi kalium permanqanatla alkan işi yoxdur. Nə işi yoxdur? Alkan işi yoxdursa o zaman nə dəyişəcək ki? Bununla bu dəyişməyəcək. Bu dəyişəcək. Deyəsiniz bu necə dəyişəcək ki? Uşaqlar, C2H6, C2H4 budur da. Bu deyil. Hə? Budur. Bu kalium permanqanatla qarşı təsirdə olanda C2H4 OH2-yə çevrilir. Nəyə çevrilir? Yəni bu hala gəlir. Bax, CH2OH, CH2OH. Burada karbonlar hansı idləşmə halındadır?
Burada artıq karbonlar hamısı təşkilat da. Təşkilat rabitəli karbonlar nə olurdu? SP3. Hibrid vəziyyəti dəyişdi də. Elə bromlu suya da girəndə bu olur. Yəni karbon SP2-dən nəyə keçir? SP3-ə. Bildiniz niyə? Çünki iki qat rabitə qırılır, orada təşkilat rabitə yaranır. Karbonda da bütün rabitələr təşkilatsa SP3-dür də. Yəni 4 dənə hibridi var. Oldu? Aysu. Sonra. Seyitli aşağısından bildirmədim. Yox, yox, alkandır o. Alkanlar birləşmə reaksiyasına girmir. Sonra. 49. Yəni alkanlar və sikloalkanlar nə kalium permanganatla, nə də bromlu suyla qarşılıqlı təsir olunur. Hansı reaksiya katalizator iştirakı ilə gedir? Hidrogen birləşdirmə və ayırma həmişə katalizatorla olur. Yadda saxla. Baxsan dəftərimə görərsən ki, hamısını elə yazmışam. Hidrogen birləşdirmə və ayırma həmişə katalizatorla olur. Bəs yenə də katalizasyon. Yox, yox, yer temperaturdur. Yanma reaksiyasıdır, nə katalizator? Oksidləşmə deyil, oksidləşmə olsaydı katalizator olardı. O yanmadır. Aydındır? Bir şey yandıranda sadəcə qızdırırsan da onu. Sonra. Sən mən sual vermişdin o. Nə idi o? H2S2. Mən onu nəzərdə verməmişdim. Onu hardan görürsən H2S2? Mən sizə H2S-dən danışmışam. Sən H2S2-ni istəyirdin. Mən testə qarşımayacağım. Hardan işləmirsən testi? Nə bilim, qoysaydım. Sonra, davam edək. Neçə? 50? 53. Deyirəm mən, bu uşaq bunu orada tapıb. Çox bir dənə köhnə bilgidir, bu dəqiqə lazım olmuş. Yəni, birisi də yəqin səhvdir. Səhvdir. Artmalı idi, amma cəbəndi kimi yox, nöqtələrlə. Nə? Yəni, cavab belə olmalı idi. Bir alken düşün, C2H4. C2H4-ün kütləsi neçədir? 28-dir. Hətta 28, kütlə molar kütlə 28 olanda, deyək ki, onun izomeri yoxdur. Etilen izomeri yoxdur da, hə? Yox, var, simfranın izomeri var da, yoxdur. Sıfır, bu nöqtə. Sonraki 14 vahid böyük olur da 42. 42'ye uygun deyək ki, 3'dür. 3 dənə də izomer var, atıram bu nöqtə. Sonraki 56'da 56'ya uygun da ki 8 dənə izomer var. O da bu nöqtə. Mən bu nöqtələri birləşdirməyə haqqım yoxdur. Sonra. 55. Bunun məntiqi çox sadədir də. X və Y brom olmasın da. X və Y nə olmasın? Bax, bu bromdur. Deməli, bu X nə ola bilməz? Brom ola bilməz. Bromdan başqa nə olursa olsun bu karbonun problemi olmayacaq. Y-in üstü nədir? Bromdur. Deməli, Y də brom ola bilməz. O zaman bromdan başqa nə qoysan ödəyəcək cavab hamısı, hər üçü. Çünki burada biz hər karbona ayrıca baxırıq da. Bunlar əgər ayrı-ayrı şeylərdirsə, bu birisi karbona da baxırsan. Bunlar da ayrı şeylərdirsə, bunlar ayrıdır. Bunlar da ayrıdırsa problem yoxdur ki. Buna ayrı baxıram, buna da ayrı baxıram. Elə deyildi. Şərt belə qoymamışdı. Sonra 54'e de bakalım. Orada ne olacak? Yani burada da 3'te olacak. Her üçü sistemasyonu verir. Sonra 56 var, bakalım da. Bu 56 rahatdır da. Çünkü burada fərqi yoxdur. Markovnikov işləmir. İstəsən buraya hidrogen qoyub, bura xlor ya da tərsi fərqi yoxdur. Hara istəyirsiniz? Buraya hidrogen mi qoyub, xlor mu qoyub? O zaman buraya hidrogen qoyub, bura xlor qoyub. CH2 xlor, CH2, CH xlor, CH2 xlor. İndi nömrələmək lazımdır. Nömrələmə hardan olur? Uzun zənciri seçdik. Nömrələmə şaxa çox olan və yaxın olan tərəf. Sağdan, buradan. 1, 2, 3, 4. Nə olacaq? 1, 2, 4, 1, 2, 4, 3, xlor, butan. Bitti. O tarafa da qoysam, indi o tarafdan nömrələyəcəyim. Yəni 1, 2, 4 olacaqdır. Bir şey dəyişməyəcəkdir. Aydındır. Sonra 59. Şolar. Güçlən maddə verib, alkan verib. Alkan formulu nədir? Cn H2n plus 2, kütləsi 14n plus 2. Bu alkandır. Alkenlə sikloalkan formulu eynidir. Cn H2n'dir, onun kütləsi 14n'dir. Alkinlə də alkadiyen eynidir. Alkinlə də alkadiyen eynidir. Olan formulu Cn H2n minus 2'dir. Yəni 14n minus 2'dir. Bundan 4 fərqi var. Bundan neçə fərqi var? 2, bundan 2 fərqi var. O zaman ən balacası bu. Ya alkin, ya alkadiyendir. Yəni Z bura gəlir. Ortada olan ya sikloalkandır, ya alkendir. Yəni Y bura gəlir. Ən böyük kütləyə malik olan da alkandır X. İndi ora uyğunlaşdır, geçsin də cavabda nə varsa.
Çok da rahat bir sual. Sonra 61. 61. Biz bunun əmsalını eləmişik. Deməli, qabda var bromlu su. Nə var? Bromlu su. Bromlu su. Ha? Bura buraxmışam mən alkan var. Alkan girdiyi kimi də çıxıb gedəcək. Alkan çünki qabda qalmır. Nə həll olunur, nə reaksiya gedir. Elədir, elədir. 2 molda arken buraxmışam, CnH2. CnH2-nin kütləsi 14 idi. 2 molun kütləsi nə qədər olar? 28. Əgər bunun kütləsi M idisə, olacaq M plus 28 indi. 28. Yəni 28 M var idi, artacaq da kütlə. Çünki alken girib qalacaq orada. Alkansa buradan girəcək, oradan çıxacaq. Ayran səndə şey, bu pipetlə üfürmüsünüz heç onu? Hava qalır, rızarsa çıxır çölə. Nə? 28. 1 molu 14, 1 mol götürsəydim 14 dənə artardı. 2 mol götür baxın. 2 mol alçın kütləsi nə qədər olur? Bromlu su artır. Mən bromu gəlmişəm üstünə ona görə. Oğlum, deyil bromlu sudan buraxıram bunları. Bunlar qaz deyil, qaz. Bildim. Burada gələ qeyd edirdi, en kiçik bərabərdir 4-dən, eləməyib, nəysə də biz bunu təsəvvür edirik ki, belədir. Maidə. Çünki alken, əgər en 5-dən böyük qiymət alsa, alkan da qalır da burada. Hə, elə deyil. Düz deyil, şey olmur, reaksiya girmir, amma qabın kütləsi artır axı. Bu da sonunda nə deyir? Qabdakı maddələrin ümumi kütləsi. Hə, alkan tutaq ki, pentandır. Pentan axı qaz deyil, ilişib qalacaq da orada. Orada yerə xüsusi olaraq qeyd edirlər ki, en kiçik bərabərdir 4-dən. Düz demir, hə? Boşluq var da, bu sualın boşluğu var. Eni məsələn 7 fikirləşsən, kütləsində nə qədər artır? 42 n plus 2. Olur, olsun, olmasın. 42 n minus 4 var da. 42 n plus 2 yoxdur. Var. Ha, bu da en böyükdürsə 5-dən, böyük bərabərdir 5-dən bu haldır. En kiçik bərabərdir. Hansıdır o? Ha, en kiçik bərabərdir 4-dən bu haldır. İndi mən hansını götürüm? Burada da ensini heç nə deməyib. Ha, deyir, üzr istəyirəm, deyir. Az deyir. Ha, sual oxumamışım, cəmaatı ittiham edirəm. Birdən qaz deyirsən mütləq 4-dən kiçikdir də, 4. Siz də hə deyirsə, bir nəfər də bilir, mənim burada qaz yazıb. Siz sualları işləməmişsiniz, işləyəndə qaz sözünü görməmişsiniz orada. Danışın da. Qəsdən belə deyirəm, görməm nə deyəsiniz. İnandınız? Mən də inanmazdım. Sonra, neçə? 60 neçə? 4. Amma 4 deməli 5-i də. Polikondensləşməni ələm keçməmişik, biz keçəcəyik. Polimerləşmə zamanı o monomerlər bir-birinə birləşəndə heç də çıxmır ortaya. Tutaq ki, deyək, bu etilen monomeri ilə digəri, bu bir monomerdir, birləşəndə obursuna birləşəndə heç nə çölə çıxmır. Elə bunun üstü birləşirlər. Amma polikondensləşəndə belə deyil. Polikondensləşəndə deyək ki, bu yumru ilə başqa bir yumru birləşəndə oradan bir su çıxır. Və ya NH3 çıxır. Və ya nə bilim H-klor çıxır. Nəsə çıxır oradan. Aydındır? Bu polikondensləşmədir. Polikondensləşmə söhbəti biz iri molekulu birləşəndə keçəcəyik. Məsələn, zülalların sintezi polikondensləşmədir. DNT-nin sintezi polikondensləşmədir. Sonra həm lafsanın, naylonun, N6-ın, o liflərin əmələ gəlməsi polikondensləşmədir. Amma həm polimerləşir, həm də oksidləşir, yəqin ki, etilendir də. Polietilen verir, oksidləşəndə də epoksid verirdi və yaxud da aldehid verirdi. Ne olar? Deyəsən 62 ilə 63. Amma mən gözü durmadım ha. Mən gördüm. Hamısı maya elətdirirsiniz, öz aramızdır. Hə? Hamısı maya elətdirirsiniz. Uşaqlar, etilen hidratlaşanda, yəni su birləşdirəndə spirtə çevrilir. Nəyə çevrilir? Deməli, bu C2H4 deyilmi? Hidratlaşma, yəni su birləşdirmə. Bu olur C2H5OH. Nə olur? Spirt. Nə olur? Spirt. Bu spirtin adı nədir? Etanol. Və yaxud etil spirti. Amma bu oksidləşəndə bir neçə məhsul verə bilər. Bu oksidləşəndə bir neçə məhsul verə bilər. Əgər gümüşü götürsən, gümüşün katadik iştirakı ilə epoksid verir. Nə verir? Epoksid. Amma burada biz mis götürsək, dəmir katalizatoru götürsək, dəmir. O zaman etilen glikol alınır. Nə alınır? Etilen glikol deyirəm. Etanol. Aldehid alınır. Nə alınır? Aldehid. Etanol. Etanol. Odur ki, cavab nə olar?
Cavab nə olar? D. Hidratlaşanda spirt, etil, etanol, etanol. D bəndi bəli. D ol. Ha bala, nədir? Danış görüm. Nə istəyirsən? Denəndə mənə de, nə istəyirsən? Vaxt, hə? 100% vaxtdır. Neçəyə qədər gəlmişik? 63-ə. Davam eləyək. 63-də enisi də aşağı olur. Sonra? 65. Vaxtı da bu 60-da da. Sonra? 65'e baktım. Enisidir də. Yox, baxmamışıq, yox, 65-ə baxmamışıq. Karbon, sigma karbondan bir dənə az olur. Karbondan bir dənə nə olur? 67 istəmirsiniz? 65 istəyirsiniz? 65-i dedim axı. Sonra? 83. Bunu da bildim. Burada ben yine buramızı Eyni şeydir də. Yeni alken salıb, eləmi? O zaman 28 yeni artar da kütlə. 2 mol alkendi axı. 1 mol 14 endi kütləsi, 2 mol kütləsi 28 n. Al da gəlib belə kütlə artırır da. Sonra? Neçə? 90. Birdən-birə çox qabağa getdiniz, elə bir. Hansı reaksiya doğru deyil deyir, eləmi? Uşaqlar, belə birinci reaksiya doğru deyil. Çünki əgər halogenlər uzaqdadsa sikloalkan verməlidir. Nə verməlidir? Yəni bu bromlar buradan qopanda burada 3 karbonlu bir sikl yaranır. Yəni siklopropan yaranır. Qalan hamısı doğrudur. Doğru olmayan A bəndidir. Çünki halogenlər qonşuda olanda alken verir. Əgər uzaqdadsa, uzaq karbonlardadsa nə verəcək bizə? Sikloalkan verəcək. Söhbət siklə və natriumdan təmsildən gedir. Sonra? 91'e bakabilirsin. Bəli. Baxa bilərik. Yazmayıb. Baxaq, 91. Bu qədər etileni bu qədər etana çevirmək üçün tələb olunan xlor qazı neçə qram xarakterizin 50 elektrozini alınır? Birinci xarakterizin 50 elektrozi bu şəkildədir. Xarakterizin 50 elektroz eləyəndə katodda alınır natrium, anodda alınır da xlor. O zaman reaksiya budur. Bu öz yerində. Etileni nəyə çevirmək lazımdır? 1,2 dixlor etana. Yəni bu söhbət bundan gedir. C2H4 xlor 2-dən gedir. Heç ehtiyac yoxdur bunu açıq yazmaq. Normalda bunun 22.4 litrindən 1 mol lazımdır. Nə qədər lazımdır? Bizə deyir 1,12 litr. Yəni 20 dəfə az. 20 dəfə azından 0,5 mol lazımdır. Nə qədər lazımdır? Sən 0,5 mol gərək xlor sintez eləyəsən. Normalda bunun kütləsi 58.5-dir. O da edir 117. 117 qramdan sən 1 mol ala bilirsən. Sənə nə qədər lazımdır? 20 dəfə az. 20 dəfə azda olur 5,85. Aydındır. Tam başa düşdün mü? 100%. Siz bunu soruşmadınız ha? Asandır. Soruşmuştum, bəs niyə yazmıyorsunuz? Yazmanı yoxdur. Bunu ben sen bununla dün Sabay soruştu dediğini. Yoldan çıxsın. Burada olanda demişsən də. Sonra, bax da bax gör, yenə bəlkə ötürlüyü var. Neçə? Həsən biraz böyük yazardın da bana. Allah sən köməyin olsun. Bunu yazan olsa gələ bir dənə lupa götür, yerə yaxınlaşaq ona baxaq sonra. Deyir 8-17 qram manqan 4-oksin xlor türküsülə qarşı təsirində alınan xlordan neçə etileni 1-2 dixlor etana çevirmək olar. Bayaqki sualın enisi də C2H4-ü xlora çevirmək üçün C2H4 xlor 2 alınır. Lazımdır ki manqan 4-oksidli H xlorla salır. Manqan o 2 H xlorla girəndə bu xlorun bu laboratoriyada alınmaz sual şeydir. Manqan xlor 2 və su. Bir dənə burada 4 yazsaq düzəlir məncə. Bir dənə burada 2 yazsaq düzəldi mi? Normalda bunun 87 qramından biz 1 mol xlor alırıq. Nə qədər alırıq? 1 mol. Bizə verir bunu 8-10-da neçə? 7 qram. 8-10-7 qramından nə qədər alırıq? 0-10-da 1 mol. İndi bunun 1 molu neçə qramı işinə baxır? Neçə litrin? 22-10-da 4 litr. Və 0-10-da 1 molu neçə? Nə qədər? İşte bizdə 24 litrini bu işi görmək olur. Neçə? 99. Hansı reaksiya doğru deyil deyil. Doğru olmayan burada. Ha, bu da budur. Şola, biz dihalogenlidən almırdıq. Monohalogenliyə qələbli nisbətdə məhlula təsir edirdik. Aydındır? Dihalogenliyə yox. Nəyə? Monohalogenliyə. Dihalogenliyə təsir etsən, alkin alarsan. Nə alarsan? Alkin. Bu isə alkin. Belə burada da olacaq C2H2-də asetilin. Onda gələn dərs öyrənəcəkdə necə olur?
Yəni bu belə 4 də, yəni bunun mono olmalıdır, 1 xlor olmalıdır. Oldu mu? Qalan hamısı düzdür. Sonra hansı reaksiya üzrə alınan birləşmə bromlu suyu rəngsləşdirir? Bromlu suyu rəngsləşdirir nə? Alken, alkaden, alkin, hə? Piraptəsi olan. Alken almalısan da. 140-dan yuxarıda alken alınmırdı bunlar. 160-140-dan yuxarıda ölür. O zaman S2H4 olmayacaq. Olduqla titreşir. Bu Würth reaksiyası da alkan verir. Nə verir? Alkan. Bu spirt verir. Nə verir? 2 atomlu spirt. Spirt verir. Bu bizə nə verəcək baxın? Bu monohalogenin alkan törəməsini verir. Bu nə verir? Bu da bizə spirt verir. Yəni bir sözlə bizə alken lazımdır. Veya alkin veya alkaden. Bu da cavab C bəndi. Spirtlər 140 dərəcədən yuxarıda qat sulfatın iştirakı ilə dehidratlaşır, yəni suyun itirir, alken olur. Nə olur? Alken. Su itirmə də hansı qayda ilə olur? Zaytsev qaydası ilə. Hansı qayda ilə? Zaytsev. Sonra qolu baxın sualımız. 108-dən qoluna da baxaq da. Normal şəraitdə uşaqlar sıxlıq veribsə, bunu mən oxuya bilmirəm, siz oxuyarsınız mənim üçün. Buradan görülür. Uşaqlar normal şəraitdə 1 mol qazın həzmi nə qədər olur? O zaman həzmini 22.4 götürəcəm. Deyim. Sıxlığı nə qədər verir bizə? 1,25 qram per litr verir. O zaman molyar kütləni tapa bilərəm. Molyar kütlə bərabərdir. Vm vurulsun r'ya. O zaman molyar kütlə bərabərdir. 22.4 vurulsun 1,25. O da neçə eləyir? 28. Əgər CnH2n, yəni 14n, 28-dirsə, elimiz neçədir? 2-dir. Söhbət etilenden gedir. Nədən gedir? Etilenden. Nə edir ki bu? Yanmasın. Etilen yananda bizə karbon qazı verir, su verir, 2 mol. Deməli 1 molundan 2 mol alıram. Bizdə nə qədər yandırır? 0,1. 0,1-dən nə qədər alacağım? 0,2. Bir nə qədər əhəng suyu bulandırarıq, yoxsa nə qədər çöküntü alınar? Əhəng suyu budur da sönmüş əhəng. Bunlar birin birə girirlər karbon qazı ilə. 1 mol kalsium karbonat alınır, 1 mol da su alınır. Yəni bir sözlə 1 mol karbon qazı ilə 1 mol çöküntü alırıq. Mən nə qədər karbon qazım var? 0,2 ilə də 0,2 alırım. Bu qədər. Sonra? 106. Deyir, sistraz izomerliyə malik hansı birləşmə su ilə birləşəndə üçlü spirt alınır. Birinci üçlü spirt nədir, onu sizə deyim. Üçlü spirt bu spirtdir, bax. Deməli, OH birləşən karbon gərək üçlü olar. Nə olar? Bax, bu spirtə deyirlər üçlü spirt. Nə deyirlər? Üçlü spirt. Yəni, OH birləşən karbon görürsünüz, bu gərək üçlü olar. Aydındır? Gəl bunları OH birləşdirək də. Bura OH birləşsə, H bura birləşər, OH bura. Belə olar da. Belə bu üçlü olmaz mı? Belə burada cavab. O birisine birleştirdim. Cavab bursa birləşdirək. H bura birləşər, OH bura birləşər. Burası olur. Üçlü olur. Sis transformeri də olmalıdır axı. Yukarıda siz kalsın. Yuxarıda sis transı var, hə, var. Bir hidrogeni, bir CH3, bir CH3, bir CH5. Yuxarıda var, aşağı yoxdur axı. Burada 2 dənə CH3 var bu karbonun. Sis transı yoxdur. Bunun sis transı var, amma vermir bizə, üçlü verir. Yəni, Üçlü olur. bu heç üçlü olmur, bu ikili verir. Bunun üçlüsü olur, sis transı yoxdur. Çünki bax, bura bax, eyni karbon, 2 dənə CH3 var. Burada da eyni karbon, 2 hidrogeni var. Sonra belə abəndi idi. Həm sis transı var, həm də ki üçlü spirт verir su ilə birləşəndə. Sonra 108-ə baxaq. Həcmi bu qədər olan etilen tərkibində kütləcə bu qədər brom saxlayan məhlulu rəngsləşdirir. Bromlu suyun kütləsini qram hesabını yaxşı. Birincisi etilen bromlu suyu rəngsləşdirəndə bilirsiniz də 1 mol bromdan girir. Neçə mol bromdan girir? Elədir. Bunu yazan var. Yəni bir sözlə bunun 22.4 litri 160 qramla girir. Neçə qramla girir? Bizdə nə qədər olub? 4'ten bizdə neçə? 48 litr. 4'ten bizdə 48'də yəqin 32 qramla girər. Nə qədərlə girər? Elə deyir. Neçə bazı bunlar? 5 dəfə, 5 dəfə. 32. Bu 32 qram məhlulun neçə faizlidir? 3,2 faizi 32 olan məhlulun nə qədər olacaq? Yox, yox. Nəsə düzgələmədim. 3,2 faizi 32 olan 1000 qram olur da, hə? Belə olmur. 1000'in 3,2 faizi 32'dir də. Elədir. Deməli, o zaman bromlu su məhlulunun kütləsi 1000 qrammış. Məhlulun kütləsi istəyir, yoxsa məhluldakı suyun kütləsini istəyir? Məhluldakı suyun kütləsini istəyirsə, əgər 32 qramı bromdursa, o zaman
70 yox, 68 qramı da sudur da. Bir de buranın suyu istəyir. Ha, Bromlu su istəyir, təkcə su istəmir. Yəni bromlu su istəyir, bromu suyun kütləsini. Sonra neçə? 111. 111. 2 metil buten 1 molekulunda neçə sigma rabitə sp3 bir orbitalların s orbitalları örtülməsi hesablayalım. Maraqlı sual. Valla. Çox maraqlı sualdır, amma bunu belə şifa edə bilməzsiniz. Bunu şifa edə bilməzsiniz, gəlin quruşunu yazaq. Səbəb buten 1-dən gedir, özdə 2 metil. Buten 1 budur. 2-yə 1 metil qoyuram. Bizdən nə istəmişdi? sp3 nə? sp3 istəmişdi. Bu sp2-dir, bunu nəzərə alma. Bu da sp2'dir, bunu da nəzərə alın. Bu sp3'dür, bu s'dir. sp3 s'dən var burada 3 dənə. Bu sp3'dür, hidrogen s'dir. Burada s'dən var 2 dənə. Bu sp3'dür, bu da s'dir. Burada s'dən var 3 dənə. 3, 2, 3. Neçə elədi? 8. Neçə elədi? 8 dənə rabitə sp3'dən s orbitalların örtülməsi hesablayalım. Sonra 117. Bu da ferin oluşturulması. Su ilə reaksiyasında yox. Dəmir orta aktiv metal da oksid verər də bana. Nə verər? Oksid verər də. Deməli, bu metan verir. Bu nə verir? Metan verir. Bu spirt verir. Bu da dəmir yanı, ferin sodur. Qarşı oksid verir su ilə girəndə. Oldu. Cavab olacaq nə? Deyəm. Reaksiyaları yazmadım da. Bunlar əzbər bilir şifayədir. Sonra 25. Ən az karbon atomlu və bir asimetrik karbon atomu olan alken. Asimetriki bayaq başlamışdım sizə kakras. Asimetrikdə gərək 4 dənə əlində, 4-ü nə olar? Fərqli olar. Əgər söhbət alkenden gedirsə, o zaman bir dənə CH2, CH yazmalıyam buna. Birinci radikal qoymalıyam. Niye bunu koydum bilirsiniz? Çünkü bunu koymasam alken olmayacak. O zaman bir kolu buradan silə hidrojen koyaq. Birine CH3 koyaq. Ha? Birine de CH5'də. Niye CH5 koyuram? Çünkü karbon sayı az olsun. Karbon sayı ne olsun? O zaman bu karbon bir hidrojeni var. Bir vinili var. Bir metili var. Bir tane de etili var. Da elə deyil. Bunu adım mı istəyir? Adım mı istəyir yoksa bunun hidratlaşanda su birləşdir buna. Bəli? Niye vinil olmaz? Vinil olmasa alken olmaz axı. En az olur. En az minimum yani 2 karbon koymalıyım da minimum 2 tane karbondur da alken. Başka varyant yoktur. Özde asimetrik karbonda 2 artı olmaz ama hamısı təşkilat olmalıdır. Aydındır? Buna deyir su birləşdir ha, hidratlaşma. Buna su birləşdirəndə bura hidrojen bu rabitə qırılır ha. Bura hidrojen birləşir, bura OH. O zaman bu olur nə? Nömrələr 1 2 3 4 5. 3 metil nə olur? 3 metil pentan. Ol, spirtlərdə ol qoyulur. Bir də OH-ın yerindəysə 2. 3 metil pentanol üçün spirtlərin adlandırmasını öyrənməmişik. Öyrənsək bu daha rahat. Təşkilatda bunu rahat işləyərsiniz. 3 metil pentanol 2. Başa düşdünüz niyə pentanol 1 yox 2 oldu? Markov mikro qaydasına görə. H CH2-yə birləşdi, OH isə CH. Hidrogen azalır. Bəli? Metanol da spirtdir, etanol da. Spirtlər onunla bitirir soyadları. Soyadları oldu olar, oldu. Neçə? Senin H2 maksimum neçə molekul birləşmə və əvəz etmə rəqsə? Hə. Birləşmə və əvəz etmə deyil, hə? Eləmi? Bunu deyəsən, nəsə sizin qrupa deməmişsiniz, ne deyəsən, olursa demişdim. Birincisi CnH2n plus xlor 2, bu 1 mol. 1 mol birləşdirəcək, olacaq CnH2n xlor 2. Olur ki, alkan. Nə oldu? Alkanda da nə qədər hidrojen var, həmin qədər də xlor gələ bilirsən də üstünə, hə? Nə qədər hidrojen var? O zaman 2n də xlor buradan gələr, onlar Cn, xlor 2n plus 2 plus 2n dənə də H xlor. Oldu mu? O zaman 2n dənə xlor burada əvəz etmək üçün lazım olur. 1 mol da xlor birləşmək üçün lazım olur. O zaman cəmi nə qədər oldu bunların? 2n plus 1 mol xlor mənə bəs edir də. Həm birləşmə, həm də əvəz etməyə. Dərs zamanı demişdiniz. Demişdim, nə deyəsən. Çətindir. Hidrogen sayıdır, əvəz oluna bilər. Hidrogen sayı qədər əvəz oluna bilər. Hidrogen sayı qədər əvəz oluna bilər, 1 molda birləşdirir də. 2n əvəz olunmaya gedir, 1 molda birləşməyə. Oldu mu?
Sonra birləşəndə bura lazımdır bir şey, əvəz olanda bir şey lazımdır. Sonra 133. 63. 63. Yox. Buten 1 sülfat tuzun iştirakı ilə su ilə reaksiyasında əsasən hansı maddə alınır? İşte buten 1-dən butanol alarsan, ama 2 alarsan. Butanol neçə alarsan? 2. Niye butanol 2 alarsan? Çünkü buten 1-də buten 1 bu değil. H bura mı birləşər, yoksa bura mı birləşər? H bura birləşər, o H da bura. Alsın, butanol 2. Ne oldu? Butanol 2. Oldu mu? Oldu Asım. Nasıl ha? Sonra. Neçə? 163. 163. Yoxdur bu arada sualınız. Həmişə 45'te bırakırdın. 40'da zaten. Tersi düzgün başladı. Heç nə olmaz. 2 dənə sual var. Hansı reaksiyalar ion mexanizmi ilə baş verir? Uşaqlar, əvəz etmə reaksiyaları radikal mexanizmi ilə gedirdi. Nə ilə gedirdi? Radikal. Deməli, bu xlorla reaksiyası radikaldır. Hə? Bu xlorla reaksiyası radikaldır. Bu ikisi isə ion mexanizmi ilə gedir. Yəni, çünki orada birisi hidrogen niyə çox olana gedir? Çünki orada müsbət 3 var, bu tərəf mənfi 3 var. Anladın mı? Deməli, bunlar bu birləşmə reaksiyaları, bunların birləşmə reaksiyaları ion mexanizmi iləndir, amma əvəz etmə reaksiyaları radikal mexanizmi ilə gedir. Aydındır? Oldu? İşığın təsiri varsa radikal mexanizmidir. Amma birləşmədə Markov qaydası niyə ödüyor? Çünki biri müsbət idi, biri mənfi idi. Hidrogen gelirdi mənfiyə doğru, flor gedirdi müsbətə doğru. Sonra 180 neçə? 3. 183. Alkendi hibrid orbital sayı 14'dür. Şu anlar bir alkendi hibrid orbital sayı eğer 14'dürsə, alkendi ümumiyyətlə orbital sayı, hibrid orbital sayı 4'e minus 2 olur. Ne olur? 4'e minus 2. Niye 4'e minus 2 olur bilirsiniz? Çünkü 2 karbon sp2'dir. 2 karbon nədir? Yani 2 dənə itirib elədir. Hər sp2 demək bir dənə hibrid itiribsən deməkdir. Eğer bu ifade 14'dürsə o zaman n'imiz olur 4. Söhbət S4H8'den gelir. SP3 sigma rabitələrin sayı istəyir. Elə mi? Şu anlar burada istənilən halda belə bir şey var. Var. Cis trans izomeri olmayan deyir. Olmayan deyirsə ya buten 1 götürməliyəm ya buten neçə? Ya buten 2 götürməliyəm. Düz diyorsa yok. Buten 1'də cis trans izomeri yoxdur. Ama buten 2'də cis trans izomeri var. Bu buten 2'də cis trans izomeri var. Çünkü bunun bir hidrojeni bir siyah. O zaman bunu yok. Bundan söhbət gedir. Söhbət bundan gedir. SP3'tü bu. Bu da SP3'tü. SP3 sigma bir dənədir də burada. Neçə dənədir? Bir dənədir. Formul S4H8 C var ya. Bəli. Bu da sonuncu sual. Eləmi? Sağ olun. Gələn görüşlərə qədər.